Los Angelesdə Deportasiya və Saxlamalara Nəzarət İdarəsi Azərbaycanda doğulmuş 45 yaşlı Rafael Vladimiroviç Sərkisyanın saxlanılması barədə məlumat paylaşıb. Global Info-Az Baku Posta istinadən məlumat verir ki, Sərkisyan noyabrın 25-də həbs olunub. Hüquq mühafizə orqanlarının Twitter sosial şəbəkəsində bildirdiyinə əsasən, o, daha öncə nəzarət olunan maddə istehsalı, tikiliyə od vurma və heyvanlara qarşı qəddar rəftar ittihamları üzrə təqsirli bilinib. ICE-in məlumatına görə, doğulduğu ölkə Azərbaycana deportasiya olunacaq Rafael Sərkisyan hazırda Kaliforniyada nəzarət altındadır. O, Adelanto Detention Facility saxlanma mərkəzində saxlanılır. Sərkisyan hazırda deportasiya prosedurunu gözləyir. Ermənistan baş naziri Nikol Paşinyan bu yaxınlarda Türkiyə ilə münasibətlərin inkişafı və sərhədlərin açılması ilə bağlı vəziyyəti müzakirə etmək üçün parlamentin vitse-spikeri Ruben Rubinyanla görüşük. Bu haqda Xraparak nəşri yazıb. Rubinyan Türkiyə ilə sərhədlərin açılması prosesini sürətləndirmək cəhdlərinin hələlik heç bir uğur qazanmadığını deyib. O bildirib ki, Trip-in Zəngəzur dəhlizi işə salınmasından sonra belə Türkiyənin sərhədləri açmayacağı ehtimalı yüksəkdir. Rubinyanın fikrincə, 2026-cı ilin yanvar ayından etibarən diplomatik pasport sahibləri üçün sərhədlər açıla bilər. Ancaq bu, hələlik dəqiq deyil, vurğulanıb. Nəşrin məlumatına görə Paşinyan qarşılığında deyib ki, Türkiyə sərhədləri açmasa, Trip layihəsinin gəlirliliyi və mənası şübhə altına alınacaq. Paşinyan şəxsən ABŞ-ın Türkiyədəki səfiri Tom Barakdan bu məlumatı prezident Donald Trumpa çatdırmasını xahiş edəcək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana təzyiq göstərsin.